Redaktor dedi ki, çox dərinə getməyə bu səbəbdən biraz dayaz formada. Machiavelli məşhur Hökümdar əsərində deyirdi ki, hökümdar həm sevməlidir, həm də hökümdardan qorxmalıdırlar. Əgər deyir, kritik an yetişsə, seçim eləməyə məcbur olsa, qorxunu seçməlidir. Yəni, hökümdardan qorxmalıdırlar. İndi Allahı 93 milyard işıq ili uzaqlarda axtarırlar, Aderonlu Collider'da axtarırlar. Bizim beynimizdə 2 dənə ibtidai qorxu var. Heç bir başqa canlılarda yoxdur bu. Bu bizim şuurumuz olduğu səbəbindən bu hissləri biz yaşayırıq. Şuurumuzun olmağı səbəbindən. Birincisi, biz yeganə canlılarıq ki, bilirik ki, nə vaxtsa öləcək. Ölüm qorxusu var. Şuuru olan istənilən insanın beynində ölüm qorxusu var. İkinci qorxu odur ki, biz həyatı məhbəslə müqayisə edirlər. Biz bilmirik nə cəza almışıq. Məhbəs olmağına həyat məhbəsdir. Amma nə cəza almışığı bilmirik. Xəstələnəcəksən, əzizi itirəcəksən, avariya düşəcəksən, nə müsibətlər yaşayacaqsan, bunu öncədən bilə bilməzsən. Və sən çalışmalısan ki, düzgün həyatı yaşayasan. Yəni, göndərilən müqəddəs kitablar bizə bunu belə deyir. Amma yenə mən dindar olmadığıma görə o tərəfinə qarışmıram ki. Yəni, ola bilər ki, sən 100 ildə namaz qılıb oruç tutarsan, Məhəmməd Füzuli kimi başın müsibətlər çəkər. Yəni, mən bunun dini tərəfinə yanaşmıram, yaxınlaşmıram, söyləmirəm. Mən onu demək istəyirəm ki, bizim şuurumuzun varlığı və 2 qorxu, ibtidai, fundamental qorxumuzun olmağı bizim yaradanımızın, sahibimizin olmağına sübut, dəlalətdir. Onu 93 milyard işıq ili uzaqlıqda axtarmağa ehtiyac yoxdur.